30 günde İngilis dilini öğrenirik 5-ci gün. Dostlar, sizləri yenidən səhifəmdə görmək çox xoşdur. Bugün İngilis dilini öyrənərkən ənənəvi metodlar yerinə yeni üsullardan istifadə etməyə üstünlük verdim. Bunun üçün ilk olaraq App Store-dan Hello Talk mobil tətbiqini yüklədim. Mən bu tətbiqdən daha əvvəl də istifadə etdiyim üçün strategiyalara bələd idim. Siz bu tətbiqdə günlük tapşırıqlar yerinə yetirə bilərsiniz, özünüzə yeni dostlar qazana bilərsiniz. Bu dostlarla həm yazılı şəkildə, həmçinin səsli və ya görüntülü şəkildə də danışmaq mümkündür. Qeyd etmək istərəm ki, tətbiqi yüklədikdən sonra əgər siz öz ərazinizi, yaşadığınız coğrafi ərazini paylaşsanız, sizə yaşadığınız ərazidə olan insanlar daha çox tövsiyə ediləcək. Açığı mən bunu o qədər də uğurlu hesab etmirəm. Çünki Azərbaycanlı biri ilə danışdıqda ünsiyyət bir qədər sonra elə Azərbaycan dilində davam edir. Bu da mənim üçün uğurlu deyil, çünki bizi ümumi məqsədimizdən yayındıra bilər. İngilis dilli fərdlərlə tanışdıqda isə məcbur İngilis dilində danışmalıyıq. Və qeyd edim ki, ilk ünsiyyət tanışma olduğu üçün biz adımızı soruşuruq, əhvalımızı, adımızın bəzən maraqlı olursa mənasını soruşa bilərik, işimiz haqqında məlumat əldə edirik. Ünsiyyət bir qədər də irəlilədikdən sonra isə bir-birimizin, yəni ölkəmizin mədəniyyəti haqqında daha geniş məlumat əldə edə bilərik. Ötən il mən özümə Avstraliyadan yeni bir dost qazanmışdım, Will, və onun ölkəsi haqqında geniş məlumat əldə etmişdim. Ölkəm haqqında da ona xeyli məlumat vermişdim. Bu ildə bu tətbiqdən istifadə etdim və gün ərzində də istifadə etməyə çalışacağam ki, yeni dostlar qazanım və İngilis dilimi inkişaf etdirim. Növbəti gündə yenidən görüşəcəyik. Özünüzə yaxşı baxın.